Yeniden Efre qayıtdım. Bayağı Efre bağlamalı oldum. Ümid edirəm ki, yeniden suallarınızı cevablamak için suallarınızı verərsiniz. Bir dəqiqə. Niye ben ediyorum? Keçdi problem. Keçdi. Aha. Biləm. Konkret olarak müşahidə etmək istədiyim bir şeyler var idi. Dəqiqə. Bayağı bir xanım yazmışdı ama indi bilmirəm niyə elə eləyirəm. Aha. Dəqiqə. Değil. Belə. Yeni gelenler hər birinizi salamlayıram. Demək, Efrin bayağı əvvəllərində depressiyaya aid bir mövzular müzakirə edirdik. Depressiya və depressiyadan necə qurtulmaq olar, depressiya niyə görə yaşayırıq və bəzilərinin depressiyaları niyə görə tamamilə fərqli olur, bəzilərində tamam başqa cür olur. Adam var ki, məsəl üçün misal çəkim ki, bayağı xanım idi, bəydi, mən biri yazmışdı ki, mən bir depressiyada deyə şey oluram. İnsanlarla daha enerjik olurum, ətraf mühitdə deyir, danışıram, əylənirəm, sonra özüm evə özümlə baş-başa deyir, qalanda deyir, başlayıram deyir, özümlə sakitləşməyə və sıxılıram. O konkret bir yerdə özündə qəbul oluna bilməyən bir duyğunu digər insanlar hiss etməsin deyə sosial maska taxaraq oynadığım bir oyun sayılır, özünlə özü oynadığım bir oyun sayılır. Amma adam da var ki, baxırsan ki, yəni konkret olaraq yaşadığı duyğu, yəni depressiv bir duyğudur. Konkret olaraq belki intihar etmək istəyir, həyatını sonlandırmaq istəyir, çox dərin bir çöküş yaşayıb. Amma həmin o insanın əslində yaşadığı duyğunu gizlətməyə başlayır. Yəni professionallıqdan gizlədir. Özünü ətraf mühitə daha çox xoşbəxt göstərməyə çalışır, nə bilim, özünü çox əla imiş kimi göstərməyə çalışır və həmin insanların da əslində takılıb qaldığı məqam, yəni bir yerdə insanlara yük olmaq qorxusudur. Yəni həmin o insana bəlkə də ya probleminə görə, ya hər hansı bir şeyinə görə doğulub böyüdüyü ailədə sən bizim üçün çox böyük bir yük oldun, nə bilim sənə görə belə oldu, sən olmasan xoşbəxt olardım, sən olmasan boşanardım kimi və s. ağlıma gələn yanaşma bu oldu və bunun da daha bir iyrənc digər tərəflərində həmin o uşaqlarda, həmin o insanlarda maskalı depressiya baş verir. Həmin o insan duyğusal, ruhsal çöküşü yaşayır, amma ətrafa bildirmək istəmir, ətrafa çox deyir, gülüb, şən oynayır, atlanıb düşür. Baxırsan ki, əslində depressiyanın dibini yaşayır və mən baxmısınız yoxsa yox şeydə internetdə yazmışdılar, paylaşmışdılar ki, şeydir, xanım bir xanım varmış, demək 12 saat qabaqcadan deyib gülüb əyləndiyi vaxtdan sonra intihar eləyərək evində ölü tapılmışdı və həmin onun əylənib gülüb vaxtını sən deməsin o depressiyada və əslində onu psixoanaliz olaraq paylaşmışdılar ki, maskalı depressiya budur. Həsənova deyir, sən olmasan boşanardım. Değildi. Nə değildi? Sən olmasan boşanardım bilirsən nədir? Yəni ki, konkret olaraq valideyn demir ki, məni işgəncə verən ərimi kül mənim başıma ki, mənim gücüm çatmır, özüm məsuliyyətimi götürmək istəmirəm, özünə etiraf eləyə bilmir və onun səbəbini uşağını yükləyir ki, sənin üzündən mən boşana bilmirəm və uşaqda belə bir proqram formalaşır ki, anamın, atamın xoşbəxt olmağına demək ki, mən mane olmuşam və mən olmasam onlar xoşbəxt olardılar. Hə, deyir, məni dünyaya gətirmək istəmirdilər. Dəyərsizdə yaşayırsan da ona görə də bugünkü gündə bəlkə də sənin özündə tam özünə etiraf eləməsin də bilmirəm. Konkret boyunu qoymuram, amma sorğu apardığım həmin o insanların hamısında eyni şey baş verirdi. Pasiv intihara qarşı meyil olur. Yəni düşüncə olur, kaş yatıb durmazdım, nə bilim, kaş belə olmazdım, nə belə eləməzdim və hərəsində fərqli şey baş verir. Olmuşdu da bir xanım məndə, anası hamiləlik vaxtı ondan qurtulmaq istəyirdi ki, o da anasının özünün pasiv intihara qarşı düşüncələri var idi. Deyir, birini bağışlamaq üçün nə edə bilərəm? Birini bağışlamaq üçün onun sizə incitdiyi duyğunu siz
onun sizi incitməyinə özünüzə icazə verdiyinizə görə özünüzdən üzr istəməlisiniz. Yəni bütün bağışlamaq texnikalarının hamısında sən əslində qayıdıb özünü bağışlayırsan. Sən bugünkü gündə məni incitirsənsə və mən buna icazə verdiyimə görə özümdən üzr istəyirəm. Konkret olaraq sən qarşı tərəfi bağışlayırmış kimi görünsən də qarşı tərəfdən gedir söhbət. Qarşı tərəf eyni səhvi sən eləyəcək. Aha. Səbinə xanım, siz konkret nə istəyirsiniz? TikTokda yaxşı bloka atırsan bir ömürlük gedirlər. Burada 24 saatlıqdır bloka atmaq. Niyə elədi bilmirəm. Salam Fəxrəddin bəy, xoş gəlmisiniz. Adam tutdur belə eyni şeyi soruşur, nə danışsa. Başa düşmürsən çevir də. Neysə. Deyir, əvvəllər elə his keçirirdi, körpüdən atım özümü. Hə, o hiss də ola bilər ki, körpüdən atım özümü və yaxud da hansısa bir şey. Adam da var ki, dəyərsizliyə də bir pik nöqtədə yaşayır ki, deyir, nə bilim, afişa buraxın ki, gör mən ölmüşəm, nə eləmişəm, görüm kim maraqlanacaq, necə baxırsan ki, özünü dəyərli hiss eləmək istəyir. Deyir, blokat. YouTube'da açmışam paraleldə efirdə. YouTube'da blok atmaq həmin efir üçün 24 saatlıq olurmuş. Yəni ki, konkret olaraq tam şey eləmək olmur. Bilməm, bəlkə də olur, bəlkə də mənim başım çıxmır. Əvvəllər elə hiss keçirirdi, özümü atım körpüdən. Aha. Deyir, elə ataram. Deyir, salam, 23 yaşım var, dost axtarıram. Aha. Böyle tık xanımın nağılıdır. Ağlıma niyəsə elə bir şey gəldi. Deyir, ayna neyronlarından danışın. Ayna neyronları, Amin bəy, hər kəsin beynində, yəni güzgü neyronları var ki, yəni baxdığın, mənəm gördüyün sənsən, özünsən metoduna bənzər bir şeydir. Yəni istənilən halda sən kimlə oturub durursansa, ətrafındakı insanlar kimlərdirlərsə, bir yerdən sonra bir-birinizə başlayırsınız bənzəməyə. Yəni ki, ona görə mən həmişə deyirəm ki, ətrafınızdakı insanları doğru seçin. Yəni tutaq ki, mən ağıllıyam, özümə güvənirəm, amma ətrafımda neqativ bir insan varsa, mən ondan neqativ alacağam, amma mənim ona verdiyim pozitivdə o dəyərləndirə bilməyəcək və bir yerdə mənim pozitivimi başlayacaq sındırmağa. Və bu baxımdan da belə bir şey yaranır ki, əslində sən yaydığın enerjinin sağlam şəkildə qarşılığını ala bilmirsən. Yəni deyəcəksiniz ki, sağlam enerjidə sevgi qarşılıqlı olmalı deyildi. Bəs o sevgi deyil, pozitiv enerjidir ki, hər bir şeydə sənin özünün, yəni belə deyim də, enerjilər üst-üstə düşməlidir ki, sağlam bir enerji ortaya çıxsın. Deyir, profilini ver, onu bloka salacam həyatdan. Yəni ki, şey mövzusunu gətirmək istəyirəm ki, həm güzgü neyronlarında bir də belə bir misal çəkmək olar ki, bilməm eşitmisiniz yoxsa yox. Deyirlər, deyir, milyoner olmaq istəyirsinizsə, azı bir 5 nəfər bir milyoner ətrafınızda olmalıdır ki, 6-cısı siz olasınız. Əgər otaqda 6 nəfər axmaq, 5 nəfər axmaq varsa, 6-cı axmaqda siz olmuş olursunuz. Bu baxımdan da ətrafdakı insanların bizə bugünkü gündəki təsiri birbaşa təsir edir. Ya onun xarakterini, ya sözünü, ya hər hansısa bir şeyini başlayırsan özündə kopyalamağa. Hətta onda dədə-babalarda bir söz var, deyir ki, atın yanına bağlayanda deyir, həm rəngi olmasın, həm xasiyyət olur. Yəni bunu da onda bir yerdə şey eləmək olar, ayırd eləmək olar. Aha. Deyir, məni mod eləyə bilərsən, xahiş. Niyə səni mod eləməliyim? Salam. Niyə sizi mod eləməliyəm ki? O ehtiyacı niyə duyursunuz? Mən tanımadığım insanı moderator eləmirəm. Deyir, Roşen bizim işarə olsun. Roşen. Deyir, dualita dünyası nədir? Dualita dünyası, yəni konkret neyi nəzərə alırsınız? Dualizmi nəzərə alırsınız, yəni necə? Deyir, 9-cu sinif imtahanına az qalır və ailə baskısı var, stres üzərimdə necə qurtula bilərəm? Ailə baskısından qurtularaq və nəzərə almalısan ki, sən imtahanı verə bilməməyinin
səbəbi sənin əslində valideynlərimin sənə yüklediyi baskıdır ki, biz sənin üçün hazırlıqlara, kurslara bu qədər pul tökmüşük, belə eləmişik, elə eləmişik, sən niyə evi ziyarətmadın kimi yanaşmalar olur. Amma valideyn, sağlam valideynlər qədər söhbət ki, özü elə bir vəziyyət yaratmalıdır ki, sən imtahandan keçdin, keçmədin, mən səni hər halından qəbul edərək sevirəm, şərtsiz sevirəm. Keçsən də, keçməsən də mən səni şərtsiz sevirəmi hiss etdirməlidir. Və sənin özün də başa düşməlisən ki, imtahandan keçməməyin, keçə bilməməyin və yaxud da keçməsən belə dünyanın sonu deyil. Təzədən imtahan verərsən, təzədən yoxlayarsan. Deyir, aha, niyə yox idiniz? Hə, sual verir. Salam necəsiz? Salam, yaxşıyam, yaxşı olasınız. Kim mod istəyir? YouTube-dakı izləyicilərdən biri moderator istəmiş. Neysə. Deyir, dünənmi siyasi xəbərlərdə baxırdım. Aha. Mənim keçmişdə mənə xəyanət edən sevgilim qayıdıb, amma mən şübhə ilə yaşayıram, intiharı düşünürəm. Özünüzə sual verin də, yəni intihar etmək əslində bir yerdə sənin özünün bugünkü gündəki həyatında verməli olduğun imtahanı verə bilməməyin kimi bir şeydir. Və sən o imtahanı verə bilməsən də sən təzə imtahan verməli olacaqsan. Bu baxımdan da yəni bəziləri deyir, intihar edən insan, intiharı gözə alan insan çox özgüvənli, çox güclü insandır. Yox, elə deyil. İntiharı seçən insanlar əslində bugünkü gündə, dünyasında öz imtahanı doğru verməyi bacarmayan və zəif, çarəsiz hiss edən ruhlardılar ki, həmin o vəziyyətdən qurtulsalar, intihar etməyə duyğusuna da düşməyəcəklər. Özünüzə sual verin, yəni dəyər sizcə? Vay, 25 ildə boyda qızın içində bir sən dedin, dəyərli hiss etdim. Aha, deyir, səni axtarırdım. Aha. Deyir, salam, sosial şəbəkədə rüküyə edənlər çıxıb, bunlar nə dərəcədə düzgündür, psixoloq qalıb, millət onların yanına gedir. Bilmirəm, vallahi həmin o insanlardan soruşun da, nə görmüş, sonra niyə görə gedirsiniz, bəlkə nəticə görürlər deyə gedirlər. Deyir, yenə əvvəlki kimi olmuşam. Vallahi yaşadığın həyatı özün seçirsin. Yəni sən özünü acındırmaq sənə zövq verirsə, konkret orada olaraq içmən qarşı heç bir mütəxəssis sənə kömək edə bilməz. Özünə sual verməlisən ki, niyə görə intiharı seçirsən, niyə görə həyatın sənə görə dəyərsizdir və niyə görə özünü acındırmaqdan zövq alırsan. Çünki sən həmin şəxsi özünü acındırmaqdan zövq alırsan. Salam, depressiyadan ölmək istəyirəm. 3 dəfə intihar etmişəm, ölmürəm, nə edim, bilmirəm. Yəni, alacağın cavabı ölüm səbəbi olaraq axtarırsan, yoxsa sağalmaq üçün soruşursan. Çünki konkret sualınızın ardıcıllığı biraz yersiz səsləndidir. Sanki ölmək üçün bir məqam axtarırsınız kimi soruşdunuz, gəldi mənə. Deyir, hə, özbəkli doktor əl enerjisilə cəmaatı sağaldır, aldadır. Valla bilmirəm. Azərbaycanda da bir çox falçılar var. Onların yanına gedən kütləni görəndə mən falçıları qınamıram. Demək ki, ölkənin də bir yerdə neysə də. Yenə başqasıyla danışığından şübhələnirəm. Mənə yenə pis davranır, zövq almıram. O ölsün istəyirəm. Yenə də məsuliyyətdən qaçırsan da, konkret olaraq o insana enerji sərf edən sənsən. Yəni ki, o problemdən sən sağalmasan, o duyğudan sən üçün neçə efirdir ki, eyni problemi yazırsınız. O problemdən sən sağalmasan, konkret olaraq həyatının döngü olaraq eyni duyğunu yaşayacaqsınız. Yəni, lap o insanın özü belə ölsə, o insanın cildində bir insan tapacaqsınız. Tərk elədim onu yenə. Tərk eləməklə deyil ki, sən onu şuur altından psixoloji olaraq tərk eləməmisənsə, fiziki olaraq, yəni qarşı tutda oynayacaqsın. Sən qarşı tutda səni qovalayacaq. Deyir, yaxşı ki, aşiq ola bilmirəm, kim? Aşiq ola bilmirəm. Sən niyə görə eşqi, eminni, bayaqki xanımın yazdığı bir məsələ kimi düşünürsən? Eşq o deyil axı, sağlam münasibət o deyil axı. Düzəlmişdim, qaldı, qəbul etdim, yenə başıma xarab oldu. O qədər terapiyam havaya getsin istəmirəm. Valla hansı terapiyaları qəbul eləmişsiniz bilmirəm, amma mənim terapiyamda iştirak edən heç bir insan, yəni indiyənə qədər eyni problemi qayıtmayıb.
Amma digər terapiyalara garanti verə bilmərəm. Mən oğlan sevə bilmirəm, ürəyim ölüb. Oğlanlardan qorxursunuz da, demək, oğlanların sizə yaşadacağı duyğudan qorxursunuz. Yəni, konkret olaraq, ya həmin o oğlan fiquru birincisi sən nifrət etdiyin atan olub, ya əmin olub, ya dayın olub, hansısa bir uşaqlıqda qarşı cinslə bağlı o duyğunu görmürsünüz və ola bilər ki, ailənizdə də problem olmayıb, sadəcə konkret olaraq o deyirə 7+ üzəri filmlər, 7 yaş və üzəri, 7 yaşa qədər uşaqlara o filmə qadağa olunmuş filmlərə baxmısınızsa, o şeylərdə şahid olmuşsunuzsa, ola bilər. Deyir, birini unutmaq belə çətindirmi? Birini unutmaq, əgər o insandan duyğusal asıllığın varsa, sənə çətin gəlir. Duyğusal asıllığından qurtulsan, çətin deyil, yox. Niyə çətin olsun ki? Çünki unutmaq istəmirsən, axı, unutsan o duyğu almayacağını düşünürsən. Elə bil ki, əllərin yanıb, od yandırıb əlivi, sən əllərini buzlu suya salırsan. Amma başa düşmürsən ki, yanığı yanıq sağaldır. Yəni, sən ilıq, isti suya salsın, əslində ağrını sakitləşəcək. Əmimdən zəhləm gedir, eqolu yekəbaş əmim. Demək, bir yerdə öz şuuraltınızda əminizin rol modelini özünüzə prototip olaraq kopyalamısınız və əminizin qınamısınız. Əminizi qınadığınıza görə də ona haqq qazandırmaq istəmişsiniz, bəlkə də o münasibət çəkmişsiniz özünüzə. Oğlanın mənə deyir sevgisi olursa, mən də avtomatik olur insana sevgi. Sən əslində insana qarşı sevgin olmur. Sən özünü sevmirsən, özünə dəyər vermirsən, səni sevən bir insana özünü borclu hiss edirsən və o borcu hiss elədiyin anda o borcu qaytarmağı sevgi kimi başa düşürsə, o sevgi deyil. YouTube-da nəcib aktivliyi yoxdur. Deyir, bir oğlanla danışdım. O da özünü sevirdi, xəstələnməkdən qorxurdu. Spam vururlar, kim bloklu onu. Kim? Bilmirəm, mən arxadakı mesajları oxuyanda qabaqdakı mesajları Aygül atır bloka. Çünki onları mən bəzən görmürəm. Xəstələnməkdən qorxursan, nə olan ölüm qorxusu yaşayır da. Deyir, olur, yox, olur. Valla mən nə deyim, mənə qəribə gəlir. İllərlə birini yadına salıb sevmək. O da sizin fikriniz, amma mən o fikrindən razı deyiləm. Yəni, icazə verin, razılaşmayayım. Deyir, atıram doktor. Mən onu YouTube-da öyrənməliyəm ki, YouTube-da o necə eləyirlər. YouTube-da bilsən necədir? 24 saatlıq edə bilirsən. Necəsən? Yaxşıyam, sağ ol, sən necəsən? Sizdə seanslar onlayn olur. Bəli, onlayn şəkildə olur və hal-hazırda keçirdiyimiz qara cümə endirimləri var ki, konsultasiya etdiyimiz pasientlərə həmin o endirim tətbiq olunur. Yaxşı ol, yaxşı məndə. Yaxşı olasan. Qoy tez ChatGPT qardaşdan soruşum. Nəyi? ChatGPT hamının beynini qurudur. İnsan nə qədər ağrılarla yaşaya bilər, döz deyirlər, dözülməzdir. Valla probleminiz çox ciddidirsə, bayaq siz efirdə yazmışdınız ki, mən ölmək istəyirəm, nə edeyim? Yəqin o düşüncələrdən qurtulmaq istəyirsinizsə, mən sizə kömək edə bilərəm. Yəni, ölmək seçim deyil. Yəni ki, konkret olaraq sən demək, bugünkü günü ruhun olduğu anda imtahanını verə bilmir. Və konkret olaraq ona görə baxmalısan ki, yəni sən qəbulana bilmədiyin ağrı nədir? Sənə döz deyirlər. Sən niyə dözməyə məcbur hiss edirsən gözü? Niyə dözürsən? Niyə sonlandırmırsan? Əgər sonlandırmaq istəyirsənsə, mənə yaza bilərsən, mən sənə kömək edə bilərəm. Deyir, nə zaman bitəcək işin? Deməli, hələ ki, yox, birazdan bitər yəqin ki. Niyə görə soruşdun ki? Deyir, şəxsi sualım var idi. Aha. Yaz istəyirsən, mən sənə cavab verərəm. Canlı bağlanırsa danışarıq. Deyir, salam, 12 əmsal var, istəyən 95% bir kupon. Neyse. Aha. Suallarınız yoxdur.
Suallarınız yoxsa maraqlı bir mövzu soruşu mövzu barədə bir müzakirə eləyək. Niyə getmədi? Ayda. Deyir, depressiya, panik atakdan əziyyət çəkirəm. Panik ataka qaldıran duyğu şeydir, ölüm qorxusu olur. Elə dediyiniz qorxu olur ki, siz əslində ölüm qorxusu yaşayırsınız və paralelində o problemdən əziyyət çəkirsiniz. Amma ölüm qorxusunun gələn ilkin anı uşaqlıq olur. Uşaqlıqda bizə yüklənmiş qorxu olur. Konkret o duyğunuzu müşahidə edərək, həm uşaqlıqdakı duyğunuzdan sağalsaz, onun sizə yaşatdığı depressiyadan da qurtulacaqsınız. Deyir, oxtu gördü, boşda fırlatdı. Hələ mənim mövzuna, mənə aid olmayan bir şey necə cavab verim ki? Deyir, sənin canlında 24 saat bloklama, yəni o müddətliyi qaldırır. Yaza bilmir o saat içində. Elə də YouTube-da nədir? YouTube-da normal adam nəsə, bilmirəm niyə görə yoxdur, yoxsa varmı, mən stereotip yanaşıram, bilmirəm. Amma nəsə YouTube-da bayaq açdığım auditoriya normal deyildi. Yəni boz kütlə idi. Mən də onu bloka atdım, sonra canlını bağladım, təzən açdım. Gördüm, yine eyni adam gəldi təzən yazdı. Sən demə, həmin canlı üçün keçərlidir o. Bütün canlılar üçün yox. Aha. Deyir, onlayn keçirsiniz, yəni travmalardan qurtulmaq mümkün olacaq. Mən garanti verirəm, mən özümə güvənirəm, nəticə verəcəyim də güvənirəm. Yəni bu qədər nəfərdə insanlardan alındırmağım mənə avtomatda özgüvən verir. Amma sən özünlə üzləşməyə hazırsansa, onda nəsə eləmək olar. Amma onlayn keçirik. Dəqiqə. Yazdım, baxarsınız. Tamam. Sizə geri dönüş ediləcək. Suallar. Niyə suallarınız yoxdur? Maraqlı suallar verin. Maraqlı müzakirələr aparaq. Yəni, bu aralar nəsə vaxt edə bilmirəm efirə çox qoşulmağı. Ona görə dəyərləndirin. Dəyərləndirməyə demişkən, ən çox insanların əziyyət çəkdiyi məqamlardan biri dəyərsizlik olur ki, insan deyir ki, mən də özümə dəyər verə bilmirəm, dəyər görə bilmirəm. Niyə görə deyir ki, insanlara yaxşılıq eləyirəm, onun dəyərini deyir görmürəm. Burada da bir çox məqamlar var ki, sən həmin o insana etdiyin yaxşılıqda səmimisənsə, onun sənə hər hansı pislik eləməyinə ehtiyacın olmayacaq. Və özünə sual verməlisən ki, mən niyə görə yanlış insana yaxşılıq edirəm, mən niyə onun təşəkkürünü gözləyirəm və mən niyə görə o mənə təşəkkür etməyəndə özümü dəyərsiz hiss edirəm. Çünki dəyərsizlik olsun, sevgisizlik olsun, bunlar biz hamısı uşaqlıqda yüklənmiş proqramlardır ki, həmin o duyğulardan siz konkret olaraq qurtulsanız, fərqindəlik yaşasaz ki, ən azından indiki gündə seansa girmədən belə anlasaz ki, bu duyğunun özü mənə uşaqlıqdan gəlib, uşaqlıq travmamdır. Yəni mən bunu ən azı üstündə işləyərək aradan qaldırmalıyım, anlasan. Konkret olaraq o durum səndən aradan qalxır gedir. Deyir, hansı şokoladı sevirsən çox? Amma niyə soruşursunuz ki? Deyir, salam, bir insanın sübut göstərdiyi halda şübhəm məndən əl çəkmir. Nədir səbəb? Nə zamansa sizin ən çox dərindən güvəndiyiniz insan sizi dərinləməsinə yaralayıb və sizə şübhə duyğusunu ötürüb. Və o şübhə dərin olduğuna görə qarşınızda sübutlar olsa belə tatmin olmursunuz. O da sizin keçmişinizdən gələn bir duyğudur ki, nə vaxtsa siz o duyğunu yaşamısınız və nə vaxtsa yaşadığınız o duyğunun bugünkü gündə insanlara qarşı hiss eləyirsiniz. Biri mənə arıqsan dedi. Ağladım evə gələndə. Niyə? Deyir, alacaq. Deyir, yaşıl cevizli Alpen Gold. Bilmirəm. Ürəyindən keçir Dubai şokoladı. Neysə. Ağzınız şirin olsun. Təşəkkür edirəm. Amma ehtiyac deyil. Düşündüyünə görə çox sağ ol. Belə. Özümü gözəl görmürəm. Pulum yoxdur, əməliyyata gedim. İndi nə edə bilərəm? Əməliyyata verəcəyin lap bahalı pulun normal standart məbləğini mütəxəssisə xərcləyərək özünüzü olduğunuz kimi qəbullanmalısınız.
Çünki indi nə eləyə bilərəm soruşmağınız biraz bilirsizcə başa düşülür. Yəni ki, mən əməliyyat eləmirəm. Konkret olaraq sən özündə nəyi bəyənmirsənsə, məsəl üçün mən əvvəldə burnumu çox kompleks eləyirdim ki, mənə lağa qoyurdular ki, burnum belədir, amma ki özümə olduğum kimi qəbul olandan sonra artıq burnumu kompleks eləmirəm. Burnum mənə narahat gəlmir. Hə, çünki bir yerə qədər mən 3-4 yaşına qədər xatırlayıram ki, konkret heç bir uşaqda, bütün uşaqlarda olan bir şeydir ki, sən özünü qəbullanırsan, özünü çirkin hiss etmirsən. Ta ki mənə deyilənə qədər ki, sənin burnun niyə belə yeridir? Yəni ondan sonra onu lağa qoymuşlardı. Həmin o kompleks eləyirdim. Amma indi onu kompleks eləmirəm. Çünki özüm olduğum kimi qəbullanıram. Bilirəm ki, mənim də üzüm buna görə belə yaranıb. Mənə deyirlər cadudan beləsən. Bilmirəm. Niyə təşəkkür edirəm. Dəyməz. Deyir, Allahın izni olmadan insan xəstəlikdən qutara bilər. Anlamadım tam. O təsdiq idi, sualı idi. Yəni illa ki dini yanaşma ilə sual verirsinizsə, istənilən halda sual verirsiniz, çox yaraşıqlısınız. Təşəkkür edirəm, sən tərziniz əladır. Deyir, sual verir. Hə. Valla bilmirəm, bir məsələ var ki, dini yanaşma ilə sual verirsinizsə, bir məsələ də var ki, dərdi verən Allahsa dərman da var. Amma ki, dərdi Allah vermir, mənə görə dərdi Allah vermir. Allah niyə sənə dərd verməlidir ki? O mənə məntiqsiz gəlir. Yəni, kim nə deyirsə desin. Allah səni yaradıb, Allah məni yaradıb, Allah səni də verib, mənə də verib, özündən bir xoş enerji verib. Bu baxımdan da, yəni, sən başa düşməlisən ki, təsəvvür elə ki, 30 yaşında, 40 yaşında bir adam xərçəng xəstəliyindən ölüb. Onu Allah yazmayıb axı onun ömrünü. Onun özü seçib. Ölümünü özü seçib. Ya, və yaxud da avtoqəza törədərək ölür. Ölümünü özü seçib. Niyə görə yolda diqqət eləmirdi? Yola diqqətini verəcək qədər onun hansı dərdi problemi vardı ki, yolda fikirli olurdu? Hamısı psixolojidir. Deyir, eşq qapısı bağlıdır, anlamadım kimin yaraşıqlığı dediyiniz şəxsin. Başa düşmədim, mən burada talib namizəd axtarıram. Düşünürəm ki, yəqin ki, o zarafat yana demişsiniz. Deyir mənə nə? Neysə. Deyir, sizə dedim, sadəcə sözdür, xoş söz. İnsanlar temadır. Aha, deyir, sual verin onda. Vallahi xanımın yazmağından mən narahat deyiləm. Siz niyə narahatsınız ki? Xanım kompliment deyib, mən də özümü bəyəndiyimi görə, özümlə o qəbullandığıma görə o normal qarşılayıram. Aha. Aha. Online saçı olur sözlər deyəsən burada. Online saçı olur. Təsəvvürlə ki, kameranı açırsam, söhbəti artırsam bilim. Deyir, mən həmişə beləyəm, hara gedirəm, qəribə cümlələr üstümə. Əslində bir yerdə yanlış anlaşılmaq qorxum var deyə, sən insanlar tərəfindən yanlış anlaşılırsan avtomatda. Yəni fikrində səmimi də olsan, normal da olsan, insanlar səni yanlış başa düşür. Yəni ki, o deyir, rəsmən deyir, üzərimə çəkiyorum, elə bir şeydir. Aha. Deyir, özümü tapa bilmirəm. Bir çox sahədə bacarığım var, hamısının üstünə getmişəm, amma heç biri içimdəki boşluğu doldurmayıb. İxtisas seçməliyim gec olmadan. Aha, neçə yaşınız var bəs, Lovun? Özünüzü tapa bilmirsinizsə, ola bilər ki, əslində özünüzün istədiyiniz həyatınızı yaşamırsınız. Başqasının sizə yönləndirdiyi həyatı yaşayırsınız. O insanlar valideynləriniz ola bilər, başqa bir qohum əqrəbi ola bilər ki, sizi idarə etməyə çalışırlar və ona görə də sizin özünüzün bacarığınız var. Amma konkret hardan başlaya bilərəmi görmürsünüz. Çünki bacara bilmərəm qorxunuz olduğundan dolayı özgüvənsiz hiss edirsiniz. Atamı bağışlaya bilmirəm. Pis adamlar çıxır qabağıma, evlənə bilməmişəm. Yəni, atanızı bağışlaya bilməməyinizə görə atanız kimi bir bəy münasibətdə yaşamaqda qorxursunuz. Atanız kimi bir bəy qarşınıza çıxar deyə qorxursunuz. Bu baxımdan da atanıza olan nifrəti yeri buraxmalısınız, yeri qoymalısınız, o nifrətdən sağolmalısınız. Atanıza olduğu kimi qəbullanmalısınız. Yəni, ən azından onun sənə qarşı
Sənin ona qarşı etdiyin nifrəti başa düşməlisən ki, bizim valideynlərimizə etdiyimiz nifrət bizim şəxsiyyət kimi özümüzü qəbullana bilməməyimiz olur. Çünki bizi istənilən halda dünyaya gətirən valideynlər olduqlarından dolayı onları qəbullanmalıyıq. Yəni onları sevməyə məcbur deyilsiniz. Sadəcə olaraq onun niyə görə də o vəziyyətdə olduğunu başa düşməlisiniz. Yəni atan sənə hər hansı bir haqsızlıq yaradıbsa, haqsızlıq veribsə, travma veribsə, onun özü travmalı böyüyüb. Onu ən azından başa düşməlisiniz. Yəni təsəvvür elə də, indiki dövrdə belə deyirlər ki, depressiya var idi, panik atak var idi və bizim uşaqlar elə şeylər görməyib deyiblər. Təsəvvür elə ki, sizin atanız da o dövrdən də, əvvəlki dövrlərdən psixoloji olaraq formalaşa gəlib. Bu baxımdan onu qəbullanmalısınız. Mənə heç olmayıb, narahat olmayıb. Deyirsə, onda siz məni müdaxilə edirsiniz. Deyir, mənə yazma. Deyir, 11-ci sinifdəyim, 16 yaşım var, heç kim məni zorlamır, sərbəst seçməyimi dəstəkləyir, amma seçə bilmirəm. Bacara bilməzsən deyə qorxursan, çünki sənə sərbəst seçməyi gözləyirlər, dəstəkləyirlər, amma bir yerdə də baskı uyğulayırlar sənin üstünə. Yəni sənə sərbəst seçməyi dəstəkləsəydilər, sən özünü zorlanmış hiss eləməzdin. Ola bilər bir yerə qədər səni idarə ediblər, sonra sənə sərbəstlik veriblər. Deyir, oğlanam. Deyir, ola bilər səni bir yerdən sonra sərbəstlik veriblər. Sən də nə edəcəyini bilmirsən. Deyir, yazma, yox, yazmayın. Hörmət çərçivəsində zəhmət olmasın. Mənə hörmət deyəcəksin. Nəysə də, yəni ikimizdən birimiz davanızı kəsin. Necə seçə bilərəm? Onu deyərdicə zəhmət olmasın. Valla mütəxəssis yardım da ala bilərsiniz. Konsultasiya da keçirdə bilərsiniz sizinlə. Yəni valideynlərinizi, əgər o mütəxəssisin olmağını istəyirsinizsə, yəni konkret olaraq valideynlərinizlə məsləhətləşə bilərsiniz. Amma ən bəsit texnikası da var onun ki, gözlərini yumursan, öz yataq otağında uzanırsan, qaranlıq otağı seçirsən özünə və özünə verdiyin bir sual olmalıdır ki, mən 10 ildən sonra heç bir maddi ehtiyac duymayaraqdan hansı peşə ilə məşğul olmaq mənə çox zövq verərdi və ağlıma gələn ilkin peşə sənin ruhunun missiyasıdır ki, onu da görüb o ilə hərəkət edə bilərsən. Deyir, salam, mən panik atak olmuşdum, müalicə edirəm, yaxşıyam, arada boğulma var. Aha, bəs sualınız nədir? Müalicənizdən razı deyilsinizsə, niyə görə davam etdirirsiniz? Qəza törədən insan ölmədi, yolda duran oğlan öldürdü, sizcə Allahın işi deyil. Valla, fəlsəfi suallarınızı cavablamağa məcbur deyiləm. Yəni, anlayışla qarşılayın. Çünki efirdə dini mövzuları qətiyyən müşahidə eləyərək, müzakirə eləyərək üstümə kütlə qaldırmaq istəmirəm. Elə şeylər danışaram ki, yəni neysə. Deyir, xəyanət etdiyini düşündüyün insan sübut göstərə bilər ki, etməmişəm. Yoxsa xəyanət edən sübut göstərmir. Valla, sənə xəyanət edən insan sənə sübut göstərsə belə etməmişəm. Sən əgər o şübhədəsənsə, zaten səni xəyanət edəcək. Çünki sən bir insandan şübhələnirsənsə, şübhə zaten sənin daxilindədir ki, o duyğu səndə olduğuna görə sən o duyğunu yaşayacağın insana həyatı alırsan. Məsəl üçün, sənin şübhən var ki, sənə xəyanət eləyərlər və həyatı ən lazımsız, əzlav insanları alacaqsan ki, haqlı çıxasan. Və insanoğlunda var axı, haqlı çıxmaqdan ötürü ölməyə razı olan insan. Və bu baxımdan da o şübhənizi yerə qoymalısınız ki, sağlam şübhədən gedir söhbət. Və keçən səfərki efirdə bir bəy mənə sual vermişdi ki, siz mənə güvənirsiniz. Mən onu görməmişim, ona necə güvənə bilərəm? Yəni, istənilən halda sən şübhə duyğularından sağalmalısan, güvənsizliyinə, xəyanət duyğundan sağalmalısan ki, doğrudan da, doğru, gerçək, real olan bir xəyanətkar insanı ayırd edə biləsən. Çünki yoxsa o duyğudan sağalmasanız, həyatınıza gələn insanlar sizə xəyanət eləyəcək bir insan olmaya da bilər. Amma konkret olaraq sənə deyəcəklər ki, sən beynində qurursan. Deyir, oyda manifest etmək işə yarayır da, sizin sözünüzdən nəyə düşünürsün, nə olur, o çıxır. Manifest etmək belə işə yarayır ki, sən bugünkü gündə yazırsan ki, məsəl üçün, mən filan kəsəm, mənim bugünkü gündəki psixoloji durumum belədir və mən dəyişmək istədiyim şeylər nədir yazırsan və beyin özünü proqramlayır. Yəni, manifest dediyimiz şey öz beynimizə verdiyimiz proqrammadır ki, o işləyir. Amma ki, manifestlə tam sağalmaq olmur. Yəni, sağalmağı nəzərə alırsınızsa, sağalmaq olmur. Yəni, yoxlaya bilərsiniz, yəni ki, sonra deyirsiniz ki, sırf, neysə, deyir, boğulma keçmir. Boğulma bəzən insanın özünü ifadə edə bilməməyidir. İnsan özünü sağlam ifadə edə bilməyəndə, duyğularını, sözlərini burasını yığanda, yəni yığılır, boğulma yığılır.
Deyir doktor mən nə edim? Valla xanım nesən çıxıb efirdən? Mən onu etmişəm və hər dəfə ən son seçməyi düşündüyüm ixtisas yadıma düşür. Gah səsləndirmə, dublajı, gah psixoloq, gah proqramist və s. Sən yanlış seçim eləyərsən deyə qorxursan. Söhbət ondan gedir. Şeydə Aygül istəyirsən, narahatsızsa, yəni birinizi sustura bilərsiniz. Yəni bloka atma, sustur istəyirsən. Ki provokasiya deyansın. Necə qurtulmaq olar bundan? Konsultasiyadan az iştirak eləməlisiniz. Baxmalıyıq ki, siz nə yaşayan, niyə görə o duyğunu yaşayırsınız, onun dərinləməsini üzdən də müşahidə eləməliyik. Və ondan sonra sizə təklifimiz, seans təkliflərimiz ola bilər ki, hal-hazırda qara cümələrimiz var, qara cümə keçiririk və seanslarımız endirimdədir. Yəni seanslarda aradan qaldırmaq olur. Çünki xəyanət duyğusu uşaqlıqdan gələn duyğu olur. Hamının ağlına gəlib bilməyəcək bir məqam var ki, ananın öz uşağından başqa uşağa süd əmizdirməyi belə öz uşağına xəyanət kimi ötürülür. Və məsəl üçün uşaqsan, sən yatmısan deyək ki, anan sənə aparıb qoyub nənəngilə. Yəni ayılıb görsən ki, öz evində deyilsən, o da xəyanətdir. Bir də ki, ən geniş yayılmış odur ki, deyirlər ki, nə bilim, yeməyi versən, səni çıxardacam, parka gəzdirəcəm, mən nə edəcəm? Çıxartmırlar, amma uşağın yadından çıxmır. O da xəyanətdir də. Və o xəyanəti sən görəndən sonra bütün həyatına gələn bütün insanlar səndə xəyanətkar insanlar olur. O duyğu səndə olduğunu görə. Sənin sinif yoldaşın ola bilər, nə bilim, tələbə yoldaşın ola bilər, iş yoldaşın ola bilər, partnyorun ola bilər ki, o duyğunu yaşayırsınız. Əsəbləşdirmə deyir, onu bilirəm, hər kəs deyir, amma nə etmən olduğumu öyrənmək istəyirəm sadəcə. Valla bilmirəm. Mən də sənə desəm neynə, hər kəs kimi olacam mən də. Çünki sən konkret özün nə etmək istədiyini bilmirsən. Bu baxımdan da bir mütəxəssisə müraciət etməlisən. Özgüvən problemi işləməlisən ki, konkret qərarında sabit olsun. Çünki yanlış qərar vermədən qorxursan. Yəni mən də sənə nə deyə bilərəm ki, buradan? O metod belə işə yaramayıbsa, ona bir mütəxəssis yardım alın. Deyir, məsələn, insanları kənardan sayıq görünmək ya da onların uzaq durması falan, bunlar takıntı ediləcəkdir. Anlamadım tam. Sualın əvvəli var idi. Deyir, əsəbləşdirmə yollarım nədir? Keçmişdə etdiyim səhvlərə görə özümü bağışlaya bilmirəm, nə edim? Özünüzü bağışlayın. Özünüzdə nəyə bağışlaya bilmirsinizsə, konkret olaraq onu müşahidə edin. Və yəni bir mütəxəssis yardım almalısınız. Çünki sən keçmişdə bağışlaya bilmədiyin şeyin, sənin özünə elədiyin səhvə görə səni qınayıblar, utandırıblar və onun keçmişin təcrübəsi olduğu kimsəni izah etməyiblər. Şuuraltı proqram və qayılaraq o proqramı dəyişmək lazımdır. Mən səbə bilmirəm deyə gələcəkdə yoldaşım xəyanət etsə onda əsəbləşəcəm görəsən. Valla bilmirəm, o fala baxmaq kimi bir sualdır. Ödəniş barədə məlumat verə bilərsiniz, onlayn şəkildə olur. Bəli, onlayn şəkildə olur. Ödəniş barədə məlumat konkret olaraq şəxsi məlumatlarda verilir. Şəxsdə mesajlaşaraq sizə məlumat verilir. Yəni aradan qaldırmaq istəyirsinizsə yaza bilərsiniz. Salam doktor, necəsiz? Salam, yaxşıyam, Humayı sağ olsun, necəsiz? Allah bədənə məsələ atdım bloka. Çıxartmayın. Humayı deyir, nə olub? Bax, özünə sual ver, Aygül, sən nəyə görə qıcıqlandın? Səni qıcıqlandıran onun doğrudan da səni gəlib zərər verməsi oldu, yoxsa nəyə qəbulunu bilmədin? Deyir, dəlisəm, onda gündə canlı 500 nəfər söylürlər. Nə? 500 dəfə söylürlər, Maykada oynayır. Həmin xanımı, neysə. Deyir, yaxşı olmağa çalışıram. Niyə? Niyə yenə çalışırsan, ola bilmirsən? Deyir, WhatsApp'da yazacaq. Yenə nəyi qaçırtdım. WhatsApp'da danışarsınız. Deyir, elə adamın burada yeri yoxdur.
Hə, deyir, ərimi atmışam. Bilmirəm, yəni onu müzakirə eləmək mənə düşmür. Suallarınız yoxsa efir sonlandırmaq istəyirəm mən də. Belə. İzlədiyinizə görə təşəkkür edirəm. Hələlik.